Hər kəsi salamlayıram. Gürcüstanda daha da bərkiyən avtoritarizm fonunda təbii ki, etnik azlıqların hüquqları gündən-günə daha da pisləşir və mövcud olan repressiya fonunda təbii ki, etnik azlıqların səsi gündən-günə daha az eşidilməyə başlayır. Bugünkü mövzumuz konkret olaraq ölkədə davam edən reallıq fonunda gənclərin perspektivləri ilə bağlı olacaq. Ümumiyyətlə, hər hansı bir mühit qalıbmı harda ki, gənclər nəsə bir perspektiv görsün. Qonağımız Aygün Mikiyevadır, İlya Dövlət Universitetinin Hüquq fakültəsinin 1-ci kurs tələbəsi və elə ilk sualım onunla bağlı olardı ki, ölkədə gedən təhsil reformları fonunda biz bir çox səs eşidirik. İlya Dövlət Universitetinin də bu birləşmələrə daxil olacağı və onu da belə deyim, bu iki universitetə birləşdiriləcəyi, 1+4-ün aqibətinin nə olacağı, gürcü dilini elə də öyrətmirdilər, indi necə öyrədəcəkləri. Biz ümumiyyətlə dil öyrətməklərini tələb edirdik, ancaq öyrətmirdilər və bu gün artıq tamam farklı bir faktorlarla qarşı-qarşıyayıq. Sən nə düşünürsən bununla bağlı? İlk öncə mən də hər kəs salamlayıram bütün izləyicilərimizi və dəvət etdiyiniz üçün təşəkkür edirəm. Bu mövzu biz gənclər üçün həqiqətən çox önəmli bir mövzudur və dərin bir mövzudur. Amma ki, bu dərinliyə biz nə qədər gedə bilirik, bu da təbii ki, sual altındadır və dediyiniz kimi etnik azlıqlar ilk öncə iş sahəsində həqiqətən iş sahəsinə girmək üçün çox çətinlik çəkirik və bu çətinliyin əsas səbəbi odur ki, dil baryerimizin olmasıdır və bu dil baryerimizin olmaması əslində ilk öncə təbii ki, məktəbdən gəlir və daha sonra isə universitetdə davam edir. Yəni məktəbdə 12 ildə öyrənə bilmədiyimizi biz 1+4 proqramında əldə etməyə çalışırıq. Bu da təbii ki, çox da mümkün deyil. Çünki yəni 1+4 proqramı ola bilər ki, bəzi tələbələr üçün həqiqətən əlverişli olsun, nə dərsə götürsünlər. Amma akademik öyrətmək üçün həqiqətən də yəni akademik dərəcədə öyrənmək mümkün deyil. Və mən də 1+4 proqramına qəbul oldum universitetə və bu 1 il ərzində öyrəndiklərim də oldu. Amma gündəlik həyatda istifadə edə biləcəyim sözlər olsun və ya təhsil olsun. Amma ki, 1-ci kursa keçdikdə akademik səviyyəm demək olar ki, yox idi və bu mənim üçün yəni çox çətin idi. Mən B1 səviyyəsində başlamışdım, amma A1 səviyyəsində başlayan tələbələr üçün daha da çətin idi. Çünki yəni 12 illik təhsil həyatlarında gürcü dilini demək olar ki, universitetə gəldikdə 0 dərəcəsində bilirdilər və bu 1 il ərzində öyrənmək də onları ən azından kursa keçmək üçün B2, C1 səviyyəsinə gəlmədilər, yəni normal danışıq səviyyəsinə gəlmədilər. Amma ki, təəssüflər olsun ki, gələ bilmirlər və universitetlə yanaşı, yəni necə ki, məktəbdə öyrənə bilmirdik, əlavə kurslara gedirdik. Bu universitetə də davam edirdi və universitetlə yanaşı kurslara gedirdik. Bu həm maddi cəhətdən çətin idi, həm də ki, psixoloji cəhətdən çatdırmaq çox çətin idi. Bəs bu reallıqda, məsəl üçün, akademik səviyyədə dil öyrənə bilmirsən və təbii ki, bu fakültetdə öz-özlüyündə də problemlər yaradır. Çünki lazımi səviyyədə dərslikləri qavraya bilmirsən, eyni zamanda seminarlarda lazımi şəkildə cavab verə bilmirsən. Çünki özündən asılı olmayaraq bir dil baryeri səni boğur və sən öz fikrini ifadə etmək istəsən də bunu edə bilmirsən. Hətta bəzən ola bilər ki, dərsliyi oxuduğun vaxt bu mövzunu başa düşəsən və istəyirsən ki, bunu lektora çatdırasan, ancaq yenə də çatdıra bilmirsən. Çünki istədiyin formada bunu başa düşdüyün kimi də çatdıra bilmirsən. Bu öz-özlüyündə sizin də qeyd etdiyiniz kimi dil faktorundan irəli gəlir və təbii ki, lazımi səviyyədə artıq o lektora dərs danışma perioduna gedənə qədər öyrənməli olduğumuz vaxtda öyrənə bilmədiyimiz üçün və bununla bağlı lazımi mühitin yaranmamasından irəli gəlir. Ancaq bəs belə qədər, yəni bu formada hara qədər davam eləyə bilər? Yəni 1-ci kurs, 2-ci kurs, 3-cü kurs, siz artıq 1-ci kursu bitirirsiniz bildiyim qədərilə və imtahanlarda bu sizin üçün maneə olurmu və eyni zamanda bu artıq
fənləri keçsəniz belə lazımi səviyyədə düşünürsünüzmü ki, dərslikləri qavraya bilirsiniz və bu formada davam etdikdə artıq məsəl üçün 4 ili bu formada bitirdikdə hansı ki, istəsək də istəməsək də özümüzdən asılı olmayaraq yarım yamalaq bir şəkildə 4 ildən sonra, yəni bu təhsil səviyyəsindən hər hansı bir perspektiv görürük ümumiyyətlə gələcəklə bağlı. Bayaq da qeyd etdiyim kimi 1 il ərzində gündəlik həyatda lazım olan dərslikləri öyrənirdim. Amma ki, akademik cəhətdən həqiqətən heç bir şey öyrənə bilməmişdim və kursa keçdikdə bunun çətinliyini, yəni birinci kursa keçəndə anladım ki, akademik cəhətdən həqiqətən də sıfır bilgimiz var idi və ilk seminara, ilk leksiyaya gedəndə görürdük ki, digər tələbələr seminaristdən danışır, lektorla danışır, fikirlərini ifadə edə bilir, suallarını verə bilir və bizim də dil bariyerimiz olduğuna görə istər-istəməz anksiyete yaradırdı bizdə və sual verə bilmirdik. Sual verə bilmədiyimizə görə də oxuduğumuz dərsliklər ağlımızda sual kimi qalırdı. Biz gərək onları bir dəfə gürcü dilində oxuyaq, həmin dərslikləri, sonra onu tərcümə eləyək öz dilimiz Azərbaycan dilinə, daha sonra yenidən gürcü dilində oxumaq və bu bizə 2 qat daha da çətinlik yaradırdı. Mənim oxuduğum fakültə öz-özlüyündə zaten çox çətindir. Həftəlik çoxlu dərsliklərim var və bunları oxumaq 2 qat daha da çətinləşirdi. Yəni bir fəndən ötəri mən demək olar ki, günlərimi xərcləyirdim, digər fənlərimi oxumağa vaxtım qalmırdı. Və bu da təbii ki, gətirib çıxardır semestr sonunda kəsirlərə gətirib çıxardır. Çünki akademik başarım, akademik bilgim olmadığına görə terminləri öyrənməkdə çox çətinlik çəkirəm. Semestri bitirirəm, amma yenə də yəni oxuduğum bir semestr ərzində yəni hansı məlumatları almışam, nə kimi informasiya var, o belə sual altındadır. Semestr bitirsək də öz-özlüyündə, yəni oxuyan tələbə mənim fikrimcə kəslərdə, yəni ümumi cəmdə keçərdi, ancaq bu formada davam etdikdə, yəni 4 ili bitirdik və biz təbii ki, bu fakülteti biz sadəcə hobbi olsun deyə oxumuruq. Yəni bir məqsəd var. İş bazarına atılmaq, əmək bazarında özümüzü realizasiya etmək, təbii ki, sosial-iqtisadi faktorlar hansı ki, gələcəkdə bizi gözləyir və əmək bazarında biz məsəl üçün dominant qrup üzvləri ilə necə konkurensiyaya edək bu reallıqda. Yəni belə çıxır ki, onda biz bir universitet yenə bitirməliyik. Yəni faktiki olaraq bir universiteti dil oxumaq üçün, dil öyrənmək üçün oxuyuruq və ondan sonra biz bir fakültet yenə oxumalıyıq ki, sonra əmək bazarında gürcülərlə belə deyim, dominant qrup nümayəndələrindən konkurensiya edə bilək. Yəni biz 4 il həyata geridən başlayırıq. 4 il deməyək də, əgər təhsil sistemi belə davam etsə, 4 il yox da daha çox illər lazımdır ki, biz ilk öncə universiteti bitirək. Daha sonra öyrəndiklərimizi özümüz üçün praktika etməyimiz lazımdır ki, biz iş bazarına atılaq. İş bazarına atıldıqda əlimizdə sadəcə olan diplomdur və o diplomdan oxuduğumuz 4 il ərzində, deyək ki, 4 il ərzində bitirdik. 4 il ərzində aldığımız məlumat, informasiya və ya praktika bizə təbii ki, yetmir. Və iş bazarına atılmaq etnik azlıqlar olaraq çox çətindir. Çünki çox böyük problemlərlə qarşılaşırıq. İlk öncə dil bilmirik. Dil bilmədiyimizə görə də iş tapmaq həqiqətən çox çətindir təbii ki. Və bununla yanaşı, yəni gürcülərlə Gürcüstanda işləmək, dil bilməyərək işləmək özlü-özlüyündə motivasiya itkisidir təbii ki, dil bilmirəm və onlar arasında özümü çox pis, mənfi hiss edə bilərəm, yəni mənfi hisslər verəcək təbii ki. Və bu da təbii ki, çox böyük bir problemdir ekonomi cəhətdən, psixoloji cəhətdən. Bir də bir sosial-iqtisadi reallıq var. Biz yəni etnik azlıqların yaşadığı regionlara getdiyimiz vaxt birbaşa hiss olunur o sosial-iqtisadi bərabərsizlik və biz o sosial-iqtisadi bərabərsizlikdən gəlirik universitetə və o reallıq içində özümüzü realizasiya etməyə çalışırıq, özümüzü formalaşdırmağa çalışırıq, dominant qrup nümayəndələri ilə konkurensiya etməyə çalışırıq və təbii ki, onlardan 5 qat minimum daha çox insani resurs qoymağa məcburuq. Çünki başqa yolumuz yoxdur. Yəni bu bizim istəyimizdən asılı olmayan bir şeydir təbii ki. Ancaq bu sosial-iqtisadi reallıq fonunda əmək bazarına getdiyimiz vaxt özümüzü realizasiya etməyimiz nə qədər gözləniləndir. Təbii ki, bir dil faktoru var, sizin qeyd etdiyiniz. Ondan əlavə bir sosial-iqtisadi bərabərsizlik də var və ümumi cəmdə bu
faktorlar bizi əmək bazarında harasa aparıb çıxarmalıdır? Am, Əslində əmək bazarında qoyduğumuz əməyi götürə bilmirik. Bu birincidir təbii ki. Və əmək bazarında biz istədiyimiz yerə gələ də bilmirik. Bunun da təbii ki, ən başlıca səbəbi dil bariyeridir yenə. Dil bariyerinə görə əmək bazarında olmağımız demək olar ki, 5 nəfərdən 2 nəfər əgər dili və ya dili yaxşı səviyyədə bilirsə, o zaman o gedəcək, işləyəcək, amma eyni səviyyədə işləyəcək, maaş olaraq eyni maaşı mı alacaq? Bu da təbii ki, sual altındadır. Və yəni gənclər üçün də bu təbii ki, qorxulu bir andır. Neçə il oxuyursan, amma əmək bazarına atıla bilmirsən. Yəni ekonomi cəhətdən çöküşdür təbii ki. Və bəzən tələbələr universiteti bitirmiş tələbələrdən soruşurlar. Məsəl üçün ki, bu fakülteti oxusam iş olarmı? Ən çox soruşulan suallardan biridir. Təbii ki, öz-özlüyündə. Çünki o gələcək qayğısı səni narahat eləyir və düşünürsən ki, bu 4 ili, 5 ili, hətta tibb oxuyursansa 6-7 ili boşuna oxumayım, sonra mən işlə təmin oluna biləcəmmi deyə. Təbii ki, bu suala cavab yoxdur. Sən nə qədər istəsən də ki, bu suala cavab verəsən ki, hüquq fakültesini bitirdiyin vaxt və ya tibbi bitirdiyin vaxt sən mütləq işlə təmin olunacaqsan və ya mütləq hər hansı bir sahədə işlə təmin olunacaqsan, bunu deyə bilmirsən. Çünki Gürcüstanda ümumiyyətlə sosial-iqtisadi bazar o qədər belə deyim çöküb ki, heç bir yerdə işlə təmin olma qarantiyan yoxdur və xüsusən etnik azlıqsansa, bu o deməkdir ki, sən həyata Gürcüstanda minimum 2 addım geridə başlayırsan. Ancaq bir mövzu da ondan ibarətdir ki, yəni bu fakültet seçimi vaxtı hansı ki, əmək bazarı etnik azlıqlar üçün əl çatan deyil. Bir dövlət sektoru var, hansı ki, ümumiyyətlə yoxdur etnik azlıqlar və bir şəxsi sektor var təbii ki. Orada da artıq bir çox faktordan asılıdır. Sizin də qeyd etdiyiniz kimi dil faktoru ilə və bir çox sosial-iqtisadi faktorlarla bağlı. Bəs özümüzü realizasiya etmək üçün bu reallıq fonunda və ölkənin bu reallığını nəzərə aldığımızda harda ki, avtoritarizm artıq bərkiyib köklərini tamamilə oturub, perspektivləri necə görürsünüz? Ümumiyyətlə hər hansı bir perspektiv görürsünüzmü? Və o sual mən işlə bitirdikdən sonra elə bir fakültet oxumalıyam ki, işlə təmin olunum. Sadəcə fakultetdənmi asılıdır və ya təhsil sistemindən mi asılıdır? Yəni bunlar təmin olunsa da bu reallıq da harda ki, ölkədə avtoritarizmdir. Bu perspektivlər özünü doğrulda bilərmi? Əslində ikisindən də çox şey asılıdır. İlk öncə təbii ki, təhsil sistemindən asılıdır. Əgər təhsil sistemi zəif və keyfiyyətsizdirsə və indiki zamanda təhsil sistemini get-gedə dəyişirlər. Amma bu dəyişiklik keyfiyyətli tərəfəmi yönələcəkdir, yoxsa keyfiyyətsizləşirmi daha da? Bu da təbii ki. Sual elə ondan ibarətdir ki, ölkədə avtoritarizm varsa və avtoritarizm öz-özlüyündə ölkədə müsbət olan, yaxşı işləyən, demokratiya istiqamətində can atan, demokratiyanı bərkidən hər şeyi məhv etməyə yönəlib. Yəni məqsəd odur ki, avtoritarizm daha da bərkisin və demokratiyaya oxşayan hər şey məhv olsun. Demokratiya üçün formalaşmış, vaxtında demokratik məqsədlər üçün formalaşdırılmış və ya o məqsədlər üçün atılmış addımlar, məsəl üçün 1+4-ün özü də bunlardan biri idi. Yəni hər şey məhv olunmağı üçün artıq planlaşdırılır və bu reallıqda biz edilən hər hansı bir reformun demokratiya üçün edildiyini düşünə bilərikmi? Elə bir gözləntimiz olmalıdırmı? Gözləntimiz əslində olmamalıdır, çünki yoxdur. Dediyiniz kimi, yəni demokratiyayı yox etməyə çalışırlar və bundan bizim gözləntilərimiz təbii ki, müsbət olmayacaqdır. Yəni hər şey göz önündədir və dövlət də zaten get-gedə əlindən gəldiyi qədər bu demokratiyayı bitirməyə çalışırlar. Nə qədər ki, demokratiya altında eləyirlər bunu və bundan bir gözləntimizin və mənim şəxsən hər hansı bir gözləntim yoxdur təbii ki. Bəs bu təhsil reformları öz-özlüyündə hər hansı bizi aparıb çıxaracaq, yaxşı yerə aparıb çıxarmayacağına məncə həmfikirik hamımız, amma etnik azlıq nümayəndələri olaraq biz potensialımız nədir bu gedən reformlara cavab vermək üçün? Məsələn, dövlət qalxdı bir gün dedi ki, necə ki, bir saat içində Texnik Universiteti ilə Tiflis Dövlət Universitetini birləşdirdi və heç bir şey edə bilmirik. Qalxdı dedi ki, 1+4 proqramını da ləğv eləyirəm.
Məsəl üçün bizim potensialımız nədir? Biz bu dəqiqə düşünürük ki, bu avtoritarizmi bəlkə də öz gündəlik həyatımızda hiss eləyə bilmirik, çünki bizə yaxından bəlkə də toxunmur. Əslində daha çox toxunmadığını düşünürük, amma belə bir addım atsa, məsəl üçün etnik azlıqlar olaraq bizim edə biləcəyimizin potensialı nədir? Əgər təbii ki, dediyiniz kimi olursa, 1+4 proqramı ləğv olunursa, bu etnik azlıqlar üçün çox böyük dəyişiklik və mənfiyə dəyişiklikdir. Çünki zaten etnik azlıq olaraq birinci kursa imtahan verə bilmirik, əgər 1+ proqram yoxdursa və bu proqram da ləğv olunsa, təbii ki, təhsil sistemində, eləcə də iş bazarında etnik azlıqlar deyə bir şey olmayacaqdır. Və bu təbii ki, yəni demək olar ki, dövlət də etnik azlıqların mənfinə gəlib çıxardacaqdır. Və gürcü dilini bilmədiyimizə görə təbii ki, universitetə davam edə bilməyəcəyik. Davam etməyi buraxdım, başlaya bilməyəcəyik. Və 12 ildə aldığımız gürcü dilli təhsil bizə təbii ki, kifayət deyil ki, həm 1+ proqramı olmadan universitetə başlayaq, həm də ki, iş bazarına atılaq. Və bu qeyri-bərabərsizlik, yəni dövlət resurslarının qeyri-bərabər şəkildə bölüşdürülməsi illərdir. Baxmayaraq ki, 1+4-ün reformunu istəyirik, uşaq bağçalarının tikilməyini istəyirik, məktəbdə lazımi servislərin olmasını, dərsliklərə tamamilə əlçatanlığın olmasını, məktəblərin reabilitasiya olunması, yeni məktəblərin tikilməsi, bir çox tələblərlə irəli gedirik və bu gün biz görürük ki, istədiyimiz hər şey qalıb bir kənara və yəni əvvəl bəlkə də narazı olduğumuz şeyləri qorumaq üçün artıq mübarizə aparırıq. Yəni nəyidən narazı idik və istəyirdik ki, daha da təkmilləşdirilsin. Artıq bir növ sanki onu qorumaq mübarizəsinə çevrilib bizim gündəlik həyatımız. Və bu təbii ki, ümum ölkə fonunda, harda ki, etnik azlıqlardan söhbət gedir, təbii ki, sənin səsin nisbətən daha az eşidilir deməkdir. Nə etməliyik gənclər olaraq? Çıxış yolunu sən nədə görürsən? Bu təhsil reformlarla bağlı olsun, ölkədə gedən reallıqlarla bağlı olsun, çıxış yolu nədə görürsən? Biz gənclər nə etməliyik? Hansı addımlar atmalıyıq və nətər davam etməliyik həyatımıza? Oturub hər şeyi qəbullenməliyikmi, yoxsa nə tərsə formada mübarizə aparmalıyıq? Təbii ki, mübarizə aparmalıyıq səsimizi eşitdirmək üçün və istəklərimizdən öncəki əlimizdə olan materialların belə biz keyfiyyətli olduğunu düşünürdük, hansı ki, çox keyfiyyətsiz idi. Məktəblərdən başlasaq, yəni birinci təbii ki, bağça yoxdur, kəndlərdə heç yoxdur və ikincisi isə dərsliklərin keyfiyyətsizliyi və yetərsizliyidir. Mən məktəbdə oxuyanda bunu qeyd etmək istəyirəm ki, gürcü dili dərsini keçəndə, misal 8-ci sinifdə oxuyurdumsa, 5-ci sinifin dərsliyindən istifadə olunurdu və 12-ci sinifə gəldikdə isə demək olar ki, təhsilin keyfiyyəti bütün etdi. Çünki 12-ci sinifdə olan dərs sistemi tamamilə çökdü demək olar ki və eləcə də 1-ci sinifdən başlayan uşaqlar, onların gürcü dilli anlayışı, yəni təməldən gəlmədiyi sürəcə yəni çox da keyfiyyətli olmur və bu təbii ki, müəllimlərin də öhdəliyində olan bir şeydir. Çünki öz sahələrində yəni o qədər zəifdirlər ki və zəiflikləri bizə gəlib çatır və biz də məktəbdə oxumuruq və oxuduğumuzu belə anlaya bilmirik və bizə kifayət etmir və sonra da səsimizi çatdırmağa çalışırıq, hansı ki, danışa bilmədiyimiz dildə səsimizi çatdırmağa çalışırıq və bu da təbii ki, səsimiz eşidilməyəcəkdir və ilk öncə təbii ki, gürcü dilində danışmaq, gürcü dilini öyrənməliyik ki, biz səsimizi çıxarda bilək, istəklərimizi yox da, yəni əslində hak etdiyimizi, amma biz hak etdiyimizi istək kimi görürük. Əslində çox maraqlı bir yerə toxundun. Səsimizi çıxarda bilməyimiz üçün gürcü dilini öyrənməliyik dedim bayaq və sistem bizə gürcü dilini öyrətmir. Yəni əslində bir necə deyim, ardıcıllıq şəklində baxsaq bu mövzuya, yəni məqsəd də tamamilə demək olar ki, bəlkə də odur. Yəni əslində biz səsimizi çıxarmayaq deyə bizə öyrətmirlər. Gürcü dilini öyrənmək üçün gürcü dilini öyrənməyimizi tələb etməyimiz üçün gürcü dilini bilməyimiz lazımdır. Cümlə öz-özlüyündə paradoksdur. Səsimizi çıxartmaq üçün gürcü dilini öyrənməyimiz
Lazımlıdır, hə, amma öyrənməyimizə bilmirik. ehtiyac var. Onu öyrənməyimiz üçün başqa bir mübarizəyə, bu mübarizə üçün artıq başqa bir mübarizəyə ehtiyacımız var. Çox maraqlı reallıqdayıq həqiqətən. Gürcüstanda artıq insanların həyatı mübarizəyə çevrilib. Və burada artıq kiçik bir kütlə, etnik azlıq kütləsi, harda ki avtoritarizm öz sözünü deyir və qanunlar artıq sən səkidə durduğuna görə belə səni cərimələyirsə, sən orada artıq etnik azlıqların təhsil hüququ təəssüf ki deyə bilmirsən. Çünki ölkədə reallıq o deyil. Və biz artıq cəmləşdirsək bugünkü mövzunu belə çıxır ki, ölkədə avtoritarizm olduğu müddətcə etnik azlıqların heç bir mövzusunu biz gündəmə gətirə bilməyəcəyik, təəssüf ki. Gətirsək belə bir mənası olan deyil. Çünki heç kim bu mövzuya ciddi yanaşan deyil. Çünki insanlar harda ki səkidə durduğuna görə cərimələyirlər. Qayıdıb sənə deyəcəklər ki, nə vaxtı etnik azlıqların təhsil hüququdur, harda ki təhsili ümumiyyətlə ləğv eləyirlər, nə etnik azlıqların hüququndan danışırsınız. Ona görə burada çıxış yolu, yeganə çıxış yolu odur ki, biz öz mübarizəmizi davam etdirək. Təbii ki, burada mövzu ondan ibarət deyil ki, sistem bizə bu cavabı verəcəyi üçün biz mübarizəni dayandırmalıyıq. Əksinə sadəcə bu mövcud reallıq fonunda düzgün şəkildə biz öz mövzularımızı gündəmə gətirməliyik. Bu avtoritarizm kontekstində etnik azlıqların reallığını biz gündəmə gətirməliyik. Siz gənclər hansı ki artıq təhsil hüququ üçün mübarizə apardınız. Əvvəl artıq belə çıxır ki, universitet üçün də mübarizə aparmaq məcburiyyətində qalacaqsınız. Ona görə təbii ki, bu bərkimiş repressiya fonu öz-özlüyündə bizi daha çətin bir yerə aparıb çıxarır və dünən 2 dəfə qışqırmalıydıqsa, bu gün artıq eyni mövzu üçün 10 dəfə qışqırmaq məcburiyyətində qalırıq. Sizin son olaraq əlavə eləmək istədiyiniz bir şey varmı bu mövzu ilə bağlı? Bu mövzu ilə bağlı bunu əlavə edə bilərəm ki, yəni cəmiyyətin formalaşması üçün ilk öncə biz gənclər formalaşmalıyıq, hansı ki dilimizi bilməliyik, dövlət dilini bilməliyik və dövlət dilini bilməyimiz üçün də dövlətdən bunu tələb etməliyik. Və tələbimizin hər hansı bir qarşılığı və ya qarşılıqsız qalacağını bilirik. Və yəni tək sözümüz və tələbimiz odur ki, keyfiyyətli təhsil sistemində oxumaq istəyirik və iş bazarına atılmaq istəyirik, hansı ki bu neçə il ərzində həm ekonomi, həm psixoloji çətinliklər çəkirik. Ən azından gələcəkdə bunun bəhrəsini də görmək istəyirik. Biz əslində bütün problemlərdən danışdıq, bütün çətinlikləri. Yəni ilk təbii ki, bu qısa diskussiya müddətində ağlımıza gələ biləcək önəmli mövzuları çalışdıq ki, toxunaq. Ancaq sən bir gənc olaraq hansı ki artıq bu mübarizənin içindəsən. Təbii ki, mübarizədə birbaşa mübarizəni nəzərdə tutmuram. Yəni bu gedişatın özü artıq bir mübarizəyə çevrilib təəssüf ki. Sən mübarizənin içində olan bir gənc olaraq sənin mübarizə yoldaşlarına və eyni zamanda gələcəkdə eyni mübarizəni aparmalı olacaq gənclərə nə demək istəyirsən? Yəni onlar üçün hər hansı bir tövsiyən və ya bir sözün, yəni çatdırmaq istədiyin bir fikir varmı? Bunu deyə bilərəm ki, səsimizi çatdırmaq üçün mübarizəmizdən heç vaxt vaz keçməməliyik və əgər biz mübarizəmizdən vaz keçməsək, gələcəkdə ki gənclər bu problemlərlə böyük ehtimal ki üzləşməz və bunun üçün də əlimizdən gələni hər şeyi etməliyik. Həm özümüz üçün, həm gələcək nəsil üçün. Yəni əslində bu mövzu önəmlidir. Bizdən ola bilər ki, keçib artıq universitetdə oxumuruq və ya oxuyuruq və ya biz bitiririk. Ancaq bu o demək deyil ki, bizimlə bitir bu mövzu. Yəni gələcək nəsillərin perspektivində də bəzən düşünməliyik. Ancaq eyni pilləkən kimi baxsaq buna, biz universiteti bitirdikdən sonra artıq əmək bazarını düşünürük. Əmək bazarını bitirdikdən sonra başqa sosial-iqtisadi kontekst bizi narahat eləyir. Ondan sonra başqası, ondan sonra başqası. Ancaq yeni belə deyim, təhsil həyatına addım atan gənclər üçün isə eyni proses addım
addım belə deyim onları qarşılayır və illərdir artıq müsbətə tərəf heç bir şey dəyişmir və getdikcə əksinə mənfiyə tərəf dəyişir. Bu reallıq. Bəs perspektivlərin fonunda, yəni olmayan bir perspektiv fonunda ə, bu oxuduğunuz fakultetlər olsun, əmək bazarına hazırlıq olsun, motivasiya kontekstində hər hansı bir motivasiya yetkinsizliyinə səbəb olurmu? Düşünürsünüzmü ki, bu aldığınız təhsilin, bu sosial-iqtisadi narahatçılığın heç bir mənası yoxdur, elə də heç bir şey əldə edə bilməyəsiniz bu reallıqda. Tam olaraq 2 gün öncə bu reallığı düşünürdüm ki, mən gələcəkdə, yəni indi hüquq fakültəsində oxuyuram. Mən gələcəkdə oxuduğum fakültetdə olacağım ixtisasda iş tapa biləcəmmi və çox böyük stresslərim oldu ki, gələcəkdə yəni 4 il oxuyuram və ya daha çox oxuyuram. Oxuduğum müddətdə çəkdiyim əziyyətin qarşılığını ala biləcəmmi deyirdim və bu da gəldi çıxartdı. Mənim ixtisasımı, fakültemi dəyişməyə gəlib çıxartdı. Hansı ki, əmək bazarında hansı daha çox ortadadır və əmək bazarında hansı daha yaxşıdır, onu seçməyə yönəldim və bu seçəcəyim fakültə yəni tam olaraq içimə də yatmırdı əslində, amma gələcəkdə də ən azından deyirdim ki, maddi cəhətdən bu qədər oxuyuram və təhsil haqqı ödəyirəm, ən azından ödədiyim pulun qarşılığını alım. Əməyimi, istəyimi qoymuşdum bir kənara, gələcək həyatımı düzənə salmaq üçün ixtisasımı dəyişirdim, hansı ki, bəlkə də seçəcəyim ixtisasda mən xoşbəxt olmayacaqdım. Və indi də düşünürəm ki, əgər hüquq fakültəsində davam etsəm, indi belə narahatçılığım var ki, mən gələcəkdə iş tapa biləcəmmi, vəkil kimi davam edə biləcəmmi gələcəkdə. Hələ də ki, yəni içimdə bu narahatçılıq var və ümid edirəm ki, iş taparam Bəs ən bu azından. narahatçılığa səbəb olan faktorlar nədir? Yəni məsəl üçün 1-2 il bundan qabaq hansısa universitetə hazırlaşırdınız və siz qərar vermişdiniz ki, bu fakültetə belə deyim daxil olmalısınız. Onda eyni narahatçılıqlarınız yox idi. Bu narahatçılıqlar bu gedişat fonunda yaranmağa çalışdı və siz artıq çıxış yolunu başqa fakültetə keçməkdə gördünüz real olaraq. Bu biraz mövcud problemlərdən qaçmaq deyilmi sizcə də? Yəni çıxış yolunu başqa fakültetə keçərək, yəni əslində əsas problem bu gedən reallıqlardır və ona heç bir təsir göstərə bilmədiyimiz üçün bir növ başqa fakültetə keçməkdə gördünüz çıxış yolunu real olaraq. 2-3 il əvvəl bu fakülteyi seçmək istəyəndə hansı ki, bu problemlər mövcud deyildi demək olar ki, əgər mövcudsa da çox kiçik halda idi və bu qədər geniş bir hal alacağını düşünmürdüm və ona görə seçmişdim əslində. İndiki dərs sistemi, təhsil sisteminə və iş bazarına ciddi şəkildə realist yanaşanda düşündüm ki, mənim bu iş bazarında yerim yoxdur. Yəni ona görə də dəyişmək istədim. Amma indi düşünürəm ki və 2 gün sonra indi qərar verirəm ki, əgər mən indidən bu mübarizəmi dayandırsam, gələcəkdə heç bir şey əldə edə bilməyəcəm. Yəni ilk addımdan, ilk qorxudan mən bu mübarizəmi dayandırsam, gələcəkdə qarşılaşacağım problemlərlə üzləşə bilməyəcəm və bu təbii ki, mənim cəmiyyətdə hər hansı bir yer alacağıma yəni şübhə yaradırdı. Və əslində bu sizin nəticəyə gəlməyiniz və sonunda fakültənizi dəyişməməyiniz və yenə də baxmayaraq bu çətinliyə o fakültədə qalaraq mübarizə davam etməyiniz o nöqteyi nəzərdən irəli gəlir ki, çünki bu fakülteti dəyişmək və ya bu reallığı problem olaraq görüb başqa bir problemlə bu problemi əvəz etməyə çalışmaq hansı ki, nisbətən daha az problemdir. Öz-özlüyündə gedən reallıqda transformasiya keçirməyə bənzəyir, yoxmu? Bir çətinlik var, bir problem var, bunu həll edə bilmirsən, daha az problemə transformasiya olursan, bu gedən repressiyaya ayaq uydurursan və repressiya içərisində bir növ mövcud olmağa, var olmağa çalışırsan. Ancaq ən sonunda siz o nəticəyə gəldiniz ki, mütləq mübarizənizi davam etdirməlisiniz. Çünki transformasiya olaraq və problemlə transformasiya edərək daha ağır problemdən kiçik problemə keçərək real olaraq ana problemi həll edə bilmirsən. Ona görə məqsəd tamamilə və sadəcə bu ana problemi həll etmək olmalıdır. Yəni
düşündüm ki, yəni qərarımı dəqiqləşdirdim ki, əgər mən bu cəmiyyətdə, səsimi qaldırmaq istəyirəmsə, ixtisasdan olduğum fakultetdən ilk öncə çıxmamalıyam, və qərarımı dəqiqləşdirib mübarizəmə davam eləmək istədim. Çünki bu cəmiyyətdə etnik azlıq olaraq, diskriminasiya, müxtəlif problemlərlə üzləşirəm, və düşündüm ki, səsimi çıxartmadıqca daha da əziləcəm bu cəmiyyətdə. Çox sağ ol Aygün, çox sağ ol iştirakın üçün, öz təcrübəni bizimlə bölüşdüyün üçün və ən önəmlisi təbii ki, bu çətin və repressiv reallıq fonunda belə deyim, öz yolunda öz mübarizəni davam etdirdiyin üçün təbii ki, bu sizin mübarizəniz bir ehtimalda təbii ki, bir formada başqa gənclər üçün də stimul olacaq. Bunu dinləyən gənclər üçün hansı ki, eyni çətinlikdə fakultetlərini dəyişməyi düşünürlər və ya suallar var ki, mən əmək bazarında necə realizasiya edəcəm və ya hansı fakultetə verməliyəm, iş tapa biləcəmmi və s. Ümid edirik sizin təcrübəniz onlar üçün bir növ cavab olar. Və bu nöqteyi nəzərdən biz bugünkü müzakirəmizi yekunlaşdırırıq və bu transformasiya fonunda hansı ki, bəzən düşünürük ki, əslində böyük problemdən kiçik problemə transformasiya olaraq bu ana problemi həll eləyə bilərik. Əslində öz-özlüyündə o da mövcud ana problemdən qaçmaqdır sadəcə. Və ona görə yeganə çıxış yolu fiqurların və ya hər hansı bir kiçik-kiçik dəyişikliklərin olması deyil. Onlar sadəcə belə deyim, ağrı kəsici effektlərdir. Ona görə ümumi reallıq və sistem dəyişməlidir və yeganə ümid və yeganə qələbə sadəcə sistemin dəyişməyidir. Ona görə sistemli dəyişikliklər üçün mübarizə aparmalıyıq və biz Salam platforması olaraq çalışırıq ki, sistemi dəyişək, etnik azlıqlarla bağlı olan reallığı, sistematik problemləri dəyişək və bunu sistemi dəyişərək edək. Və sizin təbii ki, bu mövzu ilə bağlı təklifləriniz, rekomendasiyalarınız, suallarınız və eyni zamanda fikirləriniz olsa bizimlə bölüşsəniz çox sevinərik. Hələlik görüşənədək.